Azərbaycanda gələn ildən etibarən indi al, sonra ödə xidmətinin istifadəyə verilməsi mümkün ola bilər. Fintech sahəsinin inkişafı çərçivəsində Təkliflər Mərkəzi Banka təqdim olunur və tənzimləyici qurum sektorundan əməkdaşlıq edir. Məlumata görə mərkəzləşdirilmiş kredit reyestri, MyGov və digər elektron platformalarla inteqrasiyalar tamamlandıqdan sonra fintech şirkətləri mikrokreditlərin təqdim edilməsi və indi al, sonra ödə modelini tətbiq edə biləcəklər. İqtisadçı Əkrəm Həsənov bizim mediaya açıqlamasında bildirib ki, bu model insanların pul çatışmazlığı zamanı alış-veriş etməsinə imkan yaradır. Onun sözlərinə görə fintech şirkətləri banklarla müqayisədə daha çevik işləyə bilər və bu xidmət bazarda rəqabəti artıra bilər. Ekspert qeyd edib ki, xidmətin tətbiqi üçün əsas şərtlərdən biri şəxsin müsbət kredit tarixçisinin olmasıdır. Kredit tarixçəsi yaxşı olmayan şəxslərin müraciəti təsdiqlənməyə bilər. Amma ümumilikdə fintech xidmətlərinin ölkəmizə gəlməsi müsbət addımdır deyə o qeyd edib.